Salam əziz şagirdlər. Bugün Mustafa ilə təniklər sisteminə aid tapşırığın izahına baxaq. Tapşırığımız budur. 7x çıxılsın 12x bərabərdir 5, 3,5x çıxılsın a-y bərabərdir 8. A-nın hansı qiymətində təniklər sisteminin həlli yoxdur. Deməli, biz burada məhsulları görürük. Yəni x və y. 7-ni bölürük 3,5-ə. O da bərabərdir -10-u bölü -a-ya. Deməli, burada biz tənasüb kimi çarpaz vururuq. Düzgündür Mustafa. Burada biz yazırıq. 7 vurulsun -a bərabərdir 3,5 Möhtərizəyə lazımdır Mustafa. Elə də yaza bilərsən. vurulsun -10'a. Deməli, burada -7a bərabərdir -35'ə. Biz a-nı tapmaq üçün -35'i bölürük -7'yə. Mənfini mənfiyə böləndə Mustafa nə edir? Müsbət olur yoxsa? Mənfiyə böldükdə isə müsbət bir ədəd alınır. Deməli, biz a-nı 5 aldıq. Deməli, a-nı yerinə 5 qoyarsaq, təniklər sisteminin həlli olmur.